Xanımlar kişilərə nisbətən niyə uzun yaşayır? Araşdırmalar göstərir, hətta dünyadakı 110-dan yuxarı yaşı olan 43 insandan 42-si xanımdır. Hətta bunun bəzi səbəbləri ana bətnindən başlayır. Xanımlarda xroniki xəstəliklərə yoluxma belə kişilərə nisbətən 15% aşağı olur. Bunun bir neçə maraqlı səbəbini deyəcəm. Əvvəl xanımlarda olan progesteron, estrogen hormonları immun sistemi yaxşılaşdırır. İkinci bir səbəb xanımlarda XX xromosomdur, kişilərdə XY. X xromosom Y xromosomu daha böyük ölçüdədir və bu da immun sistemi yaxşılaşdırır və uzun ömürlüyə gətirib çıxarır. Bu araşdırmaların əsasidir. Amma bunun bir mənfi tərəfi də var. Xanımlar autoimmun xəstəliklərə daha çox yoluxurlar. Hətta ana bətnində qız uşağında immunoglobinlərin miqdarı daha çox yaranır. Bu da onların immun sisteminin yaxşı olmasına gətirib çıxardır. Düzdür, bunlar maraqlı səbəblərdir. Həqiqətdir. Amma bundan daha önəmli olan var. Xanımların kişilərə nisbətən həyat tərzinin daha yaxşı olmağı. Çünki onlar aktiv həyat tərzi sürürlər, gecələr nisbətən tez yatırlar, siqaret, alkoqol kimi, enerji içkiləri kimi zərərli vərdişlərin nisbətən az olması və xanımlar stressə qarşı daha dözümlüdürlər. Yəni stressdən və daha tez çıxırlar. Yəni hər hansı bir stres yaradacaq bir səbəb ortaya çıxsa, xanımlar ona daha tez adaptasiya olunur, daha tez stres vəziyyətdən çıxırlar. Bunlar xanımların kişilərdən daha sağlam və daha uzun ömürlü olmağına səbəb olur.